Bura Gəncə şəhərinin Mürsəl Ocağı adlanan ərazisidir. Sakinlərin sözlərinə görə illərdir bu məkan ziyarət edilir və nəzir qoyulur. Uşaq vaxtında eşitmişəm, Hacı Mürsəlin ocağı deyirlər bura. Gözəl bir seyid olubdu, bax onu eşitdiyimə görə. Neçə dənə sınaqdan eləmişəm, görürüm hamısında buna inanmağa dəyər. Mən körpəlikdən olandan bu ocağa anam nəzir qoyub. Bura çox inamlı ocaqdır. Nə niyyətliysən, o niyyət başa çatır. Burada Hacı Mürsəlin ocağının qəbri var. İçəri məzarıdır, çöldə də kümbəsidir, çox sınaqlı ocaqdır. Yəni kimin nə nəziri var, haralardan gəlirlər. Nəzirim qəbul olanda eləsi var deyir şam yandıracağam, eləsi var deyir konfet gətirəcəm, qənd gətirəcəm, çay, tort. Belənin kimin qəlbindən nə keçir odur. İnsan arzusuz yaşaya bilməz, insanın arzuları olur və həmin arzusuna çatmağı çox arzulayır. Lakin bu işdə ona kömək edəsi yeganə bir qüvvə Allah Taala'nı görür. Allah Taala da o ocaqların, pirlərin, ziyarət yerlərinin şəklində təmsil olunur da bizdə. Ona görə də istər-istəməz o ziyarət yerlərinə, ocaqlara, pirlərə bizim inamımız var. İnsanlar həyata keçirdikləri bu işləri öz idealının həyata keçməsi naminə, Allah naminə eləyirlər və bundan ümid gözləyirlər. Bunun o idealına çatmaq üçün bunun da müəyyən bir təsiri olacağını düşünürlər və inanırlar. İslamda ziyarətçi anlayışı yoxdur. Quranda belə bir şeyə rast gələ bilməzsiniz. Bunlar sonradan uydurulub din adı altında həll edilən məsələlərdir. Gedib hardasa qənd yapışdırmaq, hardasa nə bilim qəpik yapışdırmaq, nəzir atmaq, şam yandırmaq, şal atmaq. Bunların heç birinin İslam'a aidiyyəti yoxdur. İslam dini bizim həyat burulğanımızda bizə yol göstərmək üçün gəlmiş bir dindir. Bu dində insanlara seçim verir, seçim hüququ verir. Biz də həmin seçim hüququna uyğun olaraq həyatımızı davam elətdirdik. Qeyd edək ki, Mürsəl Ocağı türbəsi şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbristanlıqda tikilib. Sovet dövründə 1954-cü ildə qəbristanlığın ərazisində şəhər mərkəzi bazarı salınıb. Türbə indi həmin bazarın ərazisindədir və restavrasiya olunaraq 20-ci əsrə aid memarlıq abidəsi kimi qorunur.